Azərbaycanda İranın keçmiş ali dini rəhbəri Seyid Əli Xamneyə 40 mərasimi keçirilir. Mövzu ilə bağlı Pravda'da danışan millət vəkili Tənzilər Rüstəmxanlı bildirib ki, bugünün ilk xarici ölkə kimi Azərbaycana keçirilməsi simvolik məna daşıyır. Onun sözlərinə görə bu addım Azərbaycan və İran arasındakı dini və mənəvi bağın göstəricisidir. Deputatın bu fikirləri bir mənalı qarşılamayıb və sosial şəbəkələrdə fikir ayrılığı yaradıb. Məsələ ilə bağlı sabiq deputat Sabir Rüstəmxanlı açıqlama verərək bildirib ki, insanların fikirlərinə görə qınanması doğru deyil. O qeyd edib ki, həyat yoldaşının dedikləri təhrif olunur və yanlış yazılır. Stat: Nədən yazırsan yaz, hadisələrə necə münasibət bildirirsən bildir. Söhbətin nədən getdiyini anlamayan bir dəstə nadan, böhtançı, şər atmağa fürsət gəzən, əxlaqsız və öz millətindən bixəbər insanlar ortaya çıxıb sənin sözlərini ya ağılları kəsdiyi kimi, ya da öz şərəfsizliklərinə uyğun şəkildə yazacaqlar. Bəlkə biz Xamneyə yaz keçirmişik. Bəlkə siz yaz keçirənin kimliyini bilmirsiniz. Hansı haqla bizi belə işlərə qatıb ittiham edirsiniz? Statın sonu. Keçmiş deputat vurğulayıb ki, simvolik məna ifadəsi yaz keçirmək və ya hansısa rejim dəstəkləmək anlamına gəlmir. Onun sözlərinə görə, bəzi şəxslər məsələni qəsdən fərqli istiqamətə yönəldir. O tənqid edənləri faktlara əsaslanmağa çağıraraq bildirib ki, onun İran rejiminə qarşı mövqeyi hər zaman açıq olub və bu barədə dəfələrlə çıxışlar edib. Sabiq deputat əlavə edib ki, bəzi dairələr onu həm İranpərəst, həm də İran əleyhdarı kimi təqdim etməyə çalışır ki, bu da ziddiyyətli yanaşmadır. Stat: Dil bilmirsinizsə gedin oxuyun, dilimizi öyrənin. Gedin 28 il əvvəl və 4 ay öncə Xamneyə yazdığım açıq məktubları tapıb oxuyun. Görün, indiki İran rejiminin düşmən mahiyyətinin məndən artıq kim ifşa edib, İran türklərinin hüquqlarının məndən artıq kim müdafiə edir? Statın sonu. Qeyd edək ki, aprelin 10-da Bakıda keçirilən 40 mərasimində rəsmilərin də iştirakı müzakirələri daha da artırıb.